Gəlin bu günlər sizinlə müasir xəritə üzərində Avropa Hun dövləti haqqında öyrənək. Avropa Hun dövləti haqqında danışmazdan öncə Hunların necə oldu ki, Avropa ərazilərinə getdi, bu haqda qısaca məlumat verim. Əvvəllər Hunlar Asiya qitəsində böyütüldü, yəni Böyük Türkistan ərazisində yaşayırdılar. Onlar hətta Sakit Okeandan Xəzər dənizinə qədər böyük bir imperiya yaratmışlar Teoman Tanhu'nun rəhbərliyi altında. Teoman Tanhu'nun rəhbərliyi ilə, xaqanlığı ilə böyük bir dövlət yaratmışlar. Mete Xaqan dövründə imperiya çevrildi, Xəzər dənizinin ərazilərinə qədər gəlib çatan böyük bir əraziləri var idi. Amma eradan əvvəl 58-ci ildə iki hissəyə parçalanır Şərqi Asiya Hun dövləti, Qərbi Asiya Hun dövlətlərinə və Çin də təbii ki, Han sülaləsi buradan keçən İpək yoluna tam nəzarət əldə etməkdən ötürü erməni 36-cı ildə də yürüş edir, Qərbi Asiya Hun dövlətini süquta uğradır və ondan sonra Türk xalqları həmin ərazilərdən qərbə doğru köç etməyə başladılar və qərbə doğru köç etməyin sosial, iqtisadi və siyasi səbəbləri var idi. Bunlar hansılar idi? Qeyd edim ki, Türk sözünün mənası da doğan, türkən çoxalan mənasındadır. Sosial səbəbi nə idi? Əhali sürətlə artırdı, sıxlıq yaranmışdı. Əlavə olaraq iqtisadi problemlər nə idi? Hunların əsas məşğuliyyəti yaylaq maldarlığı idi və ovçuluq idi. Və maldarlıq üçün də lazım idi otlaq, su. Bunlar da otlaq, su arxasıcan şərqdən qərbə, qərbdən şərqə doğru həmişə hərəkət edirdilər o böyük çöl ərazisində. Amma bildiyiniz kimi Çin tərəfindən o ərazilər tutulandan sonra bu mümkün olmur. Ona görə də necə iqtisadi səbəblərin orada quraqlığın olması, otlaq sahələrin çatışmaması, ərazilərinin başqa tayfalar tərəfindən tutulması da onların qərbə doğru köç etməyin bir səbəbi idi. Siyasi səbəbi o idi ki, onlar Çinin və başqa dövlətlərin əsarəti altında yaşamaq istəmirdilər, öz dövlətlərini yaratmaq istəyirdilər. Və belə olur ki, bizim İranın ilk əsrlərindən artıq onların qərbə doğru köçünü görürük. Qərbə doğru köç edən zaman ilk dəfə Hunların başçısı Tanrı xan olur. Bizim İranın 198-ci ildə demək, Xəzər başçı tayfaları Dərbənd keçidi vasitəsilə, yəni o vaxtda Çola deyilirdi, Çola dərəsi vasitəsilə, yəni Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza daxil olurlar, yəni bizim indiki Azərbaycan Respublikasının ərazisinə Kür çayını keçərək sahilləri boyu səpələnib o ərazilərdə məskunlaşırlar. Ümumiyyətlə Türk tayfalarının qərbə doğru köç edəndə onlara ümumən Hun deyirdilər. Amma onların tərkibində hansı tayfalar idi? Avar, Suvar, Bulqar, Xəzər, Sabir, Barsmir və digər türk tayfaları. Bundan əlavə olaraq da türklərin belə axını nəticəsində həmin bu ərazilərdə Şimali Qafqazlı, Qaradənizli şimal ərazilər çelirdilər ki, bunlar da Slavyanlardır, Alanlardır, Qotlardır. Hansı ki, o Qot Alman tayfalardır, biz bildiyimiz Alman, German bu şəkildə tanıyırıq ki, onlar da qərbə doğru köç edirlər. Və bunların bu köçü Qərbi Avropanın siyasi və coğrafi quruluşunda böyük dəyişikliklərə gətirib çıxardır. Siyasi quruluşunda odur ki, orada yeni ictimai münasibətlər formalaşır, yəni feodal münasibətləri formalaşır. Coğrafi mövqedəki yeni dövlətlər yaranır. Qərbi Roma imperiyası süqut edir, hətta onun yerində yeni bir dövlətlər yaranmağa başlayır. Bizim İranın 198-ci ildə Xəzər başçı tayfaları Çola dərəsindən Dərbənd ərazisindən Azərbaycan ərazisinə daxil olurlar və burada Kür çayı ərazisi boyunca Kürün sağ və sol sahillərinə səpələnərək burada məskunlaşırlar və qeyd edim ki, Qərbdə Ərdahan, şərqdə Gəncə, şimalda Tiflis, cənubda İrəvan əraziləri arasındakı torpaqlarda məskunlaşır Barsmir tayfaları və burada özlərini Borçalı adlandırırlar. Həmin bu Barsmir tayfalarını Qaraqapaqlar kimi tanıyırdılar. Və həmin bu ərazidə etnonimi, həmin o Barsmir tayfalarının, hansı ki Qaraqapaq kimi tanınırlar, özlərini Borçalı adlandırırlar. Və bu ərazilərdə belə onların adları ilə adlanır. Bu ərazilər aralığında həmin o türk tayfaları məskunlaşaraq möhkəmlənmişdilər. 2-ci, 3-cü yüzilliklərdə Tanrı xanın rəhbərliyi altına gələn türklər Şimali Qafqazda möhkəmlənir və oradan onlar Şərqi Anadolu ərazilərinə yürüş edirlər. 374-cü ildən Hunların başçısı Balamir olur. Balamirin rəhbərliyi altında Hunlar daha da fəallaşırlar və daha böyük ərazilər tutub dövlətlərini yaradırlar. Balamirin rəhbərliyi altında olan Hunlar Volqa, İdil çayı və Don çayları arasında ərazidə yaşayan alanları sıxışdıraraq onların ərazilərini işğal edib hakimiyyəti altına alırlar. Bir hissəsi Cənubi Qafqaza və Anadolunun şərqinə yürüş edirlər. Cənubi Qafqaz deyəndə biz hansı ölkələri nəzərdə tuturuq? İndiki Azərbaycan, Gürcüstan və Ermənistan əraziləri olan yer Cənubi Qafqaz sayılır. Bundan sonra da Xəzər dənizindən şərq sahilləri boyu şimala doğru qalxıb şimaldakı Hunlara qarışırlar. Hunlar Şimali Qafqaz, Qaradəniz sahillərini tutub Dunay çayına doğru istiqamət alırlar. Sonra isə Terek və Kuban ərazilərini işğal edib Don çayını keçib Azov ətrafı əraziləri işğal edirlər. Bundan sonra onlar Krıma hücum edirlər və burada yaşayan Qotları məğlub edib öz dövlətlərini yaradırlar. Beləliklə xalqların böyük köçü gedişində Volqa, yəni İdil və
Don çayları arasında və bu Krım da daxil olmaqla Avropa Hun dövləti yaranır və Balamenin rəhbərliyi altında bunlar sonradan Macarıstan ərazisində də məskunlaşaraq demək Cənub-Şərqi Avropa ərazisində, yəni Dunay çayından İdil, Volqa çayına qədər əraziləri nəzarət altına alırlar. İndi həmin əraziləri qeyd edeyim. Volqa, İdil çayından Dunay çayı da Macarıstan ərazisindən keçir ki, bu ərazilərdə Qərbi Avropa Hun dövləti yaranır və bu əraziləri nəzarət altında alırlar. Balamirin dövründə. Balamirdən sonra hakimiyyətə Attila gəlir və qardaşı Bleda ilə hakimiyyətə gəlirlər. Onlar ikisi birlikdə idarə edirlər Hun dövlətini. 434-445-ci illər arasında. 445-ci ildə qardaşı Bleda vəfat etdikdən sonra o dövləti tək başına idarə edir. Attilanın məqsədi xarici siyasətində dövləti genişləndirmək, ərazini genişləndirmək və ilk öncə o hücum eləyir. 434-cü ildə 1-ci Balkan müharibəsi kimi tarixə düşübdür Bizans ərazisinə və Bizans imperatorluğu ilə aralarında bağlanmış müqaviləyə görə o illik bac verməklə Qərbi Hun dövlətinə, yəni Attiladan asılı vəziyyətə düşür və onların arasında ticarət münasibətləri nizamlanır. Amma Bizans imperatoru təbii ki, bu asılıqla razı deyildi. Ona görə də müxtəlif hədiyyələr verməklə Hun dövlətinin tərkibində olan müxtəlif xalqları ona qarşı qaldırmağa çalışırdı və bunun nəticəsində də 447-ci ildə ikinci dəfə Balkan müharibəsi olur, yürüş edir Bizansın üstünə və burada artıq illik bacın qiyməti dəfələrlə artırılır və Bizans imperatoru da razılaşaraq yenidən asılılığı qəbul edir. Attila Bizansla münasibətləri qaydasına qoyduqdan sonra 451-ci ildə o hücum edəcək Qərbi Avropa dövlətinin üzərinə. O indiki Fransa ərazisi olan o vaxt Qalliya ərazisi idi ki, Qalliyaya hücum edir, tutub Arliana yaxınlaşır və 451-ci ildə Katalan düzündə Aitinin qoşunları ilə, yəni Romalılara başçılıq edən Aitinin qoşunları ilə Attilanın qoşunları arasında döyüş olur. Aiti haqqında qısaca məlumat verim ki, Aiti uşaqlıqda Hunlara əsir düşmüşdü, onların döyüş taktikasını və dillərini öyrənmişdi. Hətta Attila ilə dostluq etmişdi. Onlar ox atmaqda, at çapmaqda bərabər idilər. Amma vaxt gəlir ki, Aiti Hunların əsarətindən çıxır. Sonra elə o Hunların dilini bildiyinə, onların döyüş taktikasını bildiyinə görə Roma qoşunlarının baş komandanı təyin olunur və belə gətirir ki, 451-ci ildə iki dost qarşılaşırlar və bu döyüş heç-heçə bitir. Yəni heç biri bir uğur əldə edə bilmirlər. Gecə ikən Aitinin qoşunları ərazini tərk edən zaman olan ordusunun arasında yolxucu xəstəliklər yaranmışdı, yayılmışdı və Attila da onun öz ordusunun qoşunun içərisində yayılmamasından ötürü onları izləmir, təqib eləmir və bu Katalan döyüşündə Romalılar tərəfindən ki, hansı ki vuruşurdu, alanlar, qoplar vaxt ikən Hun dövləti bunları məğlub eləmişdi. Sonra 452-ci ildə Attila təkrarən yenə Roma imperiyasının xeyli ərazilərini ələ keçirdir, çoxlu qənimətlər əldə edir və orada olan qopları cəzalandırır. Roma şəhərinə qədər irəliləyir. Hansı ki, Qərbi Roma imperiyasının şəhəri idi, mərkəzi idi, paytaxtı idi ki, Attila Roma şəhərinə qədər irəliləyir, onu mühasirəyə alır. Amma Roma papası xahişi, yalvarışları, səyi nəticəsində o Romanı işğal etməkdən, şəhəri tutub qarət etməkdən, talan etməkdən fikrindən daşınır və onlarla razılaşırlar. O deyir ki, yəni Roma şəhəri, Qərbi Romanı öz himayəsinə götürsün Attila. Attila da bununla razılaşır. Və nəticədə Qərbi Romada Qərbi Hun dövlətindən asılı vəziyyətə düşür. Gördüyünüz bu geniş ərazilərdə Qərbi Hun dövləti ağalıq edirdi. Qərbi Roma səfərindən geri dönən Attilanın məqsədi o idi ki, Sasanilər dövləti üzərinə yürüş eləsin, amma o 453-cü ildə müəmmalı şəkildə vəfat edir. Attilanın vəfatından sonra Hunlara tabe olan qoplar və digər xalqlar üsyan qaldırırlar. Attiladan sonra hakimiyyətə gələn böyük oğlu qiyam qaldırmış tayfalarla döyüşdə qəhrəmancasına həlak olur və 470-ci ildə Avropa Hun, yəni Qərbi Hun dövləti süqut edir. Bundan sonra Attilanın kiçik oğlu Caba Macaristana köçür və orada yeni bir dövlət yaradır. Hazırda Macaristanın paytaxtı Budapeştdə onun heykəli də var. Qeyd edim ki, hazırda Türk xalqları və Macar xalqları Hunların varisləri hesab olunurlar. Ümid edirəm ki, sizin üçün maraqlı oldu. Əgər bəyəndinizsə bəyənib paylaşmağı, takip etməyi, yorum yazmağı unutmayın. Çox sağ olun, buyurun.